Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, hər birinizi salamlayırıq. Bugün burada torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman vətən oğlu şəhidimiz Pərviz Məmmədovun əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Onun keçdiyi həyat yolu, göstərdiyi igidlik və vətənə bağlılıq hər birimiz üçün örnəkdir. O vətən müharibəsində torpaqlarımızın azadlığı naminə cəsarətlə döyüşmüş, düşmənə qarşı rəşadətlə vuruşmuş və şəhidlik zirvəsinə ucalmışdır. Bugün biz onun müqəddəs ruhu qarşısında baş əyib, minnətdarlıqla xatırlanırıq. Biz artıq azad Şuşadan, azad Cəbrayıldan, azad Zəngilandan danışırıqsa, bu Pərviz kimi şəhidlərimizin qanı ilə yazılmış zəfərin nəticəsidir. Əziz tədbir iştirakçıları, gəlin şəhidimizin Pərviz Məmmədovun və bütün vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Pərviz 1989-cu ildə Qarabağ Universitetinin Rəqəm işlə gəlinin üstünün sabit özünü danışmışım. Danışanda dedim, narahat olma. Ordu tam irəli gedir, 100% qələbə bizimdir. Məndən narahat olma, mən döyüşdən asıla mənə bu halətlərə göndərir. Gedir, yaxşı oxuyurdu, oxuyub getdi, Qafqaz Universitetinin çıxmışdı. Oradan fikrini dəyişdi, getdi hər gün. Yəni, bu, onun öz istəyi oldu. Həmişə deyirdi, gəlib gedəndə danışırdı, burada fikirləsin. Nə var? Hərbi ilə, karyeranın hərbi ilə. Döyüş yolu başladı Füzuli'den. Füzuli'de 27'si gününü Füzuli'de 5 tane kəndə aldılar. Oradan bunları 28-29'u gətirdilər Afirədə.
Hacıbəddən Xocaland istiqamətində hücuma keçdilər. Orada da şəhid oldu. Nə mənası var, məni bu hazırlıqlara göndərirsiniz. Gedirdi, yaxşı da oxudu, getdi, Qafqaz Universitetinə düşmüşdü. 6-cı sinifdə özü öz işlərini həll edir. Valideyn bunu, misal üçün, nəyəsə getsin, kimlənsə bir müəllimə yox, hər bir şeyini özü həll edir, özü danışır. Hansısa bir işin dağına gidərdik, onu hökmən həll edib qaydardı. Yəni, o qalib gəlib deməzdi ki, bu iş alınma. Kommunikasiya gedən məndən gedir. Sən məndən gedir, deyirlər deyirsən. Amma deyir, mən təsəvvür elə ki, bir çast bitirmişdim. Əlbəttə, başlıdan çox şey asılır. Komandanlıqdan çox şey asılır. Azərbaycanın qəhrəmanlıq dastanı olan 44 günlük vətən müharibəsi ilə bağlı çıxış üçün Kazımov Aytazı səhnəyə dəvət edir. Azərbaycan tarixində 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər davam edən 44 günlük vətən müharibəsi xalqımızın gücünün, birliyinin və iradəsinin simvoluna çevirdi. Bu vətən müharibəsi təkcə torpaq mübarizəsi deyil, eyni zamanda içimizdə daşıdığımız mənəvi borcun ödənilməsi idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Qarabağ və ətraf 7 rayon işğal olundu. 3000-ə yaxın şəhid verdik, minlərlə insan öz doğma yurdivasından didərgin düşdü. O vaxtdan bəri xalqımızın qəlbində bir miskil, bir acı, eyni zamanda böyük bir ümid yaşamağa başladı. Qarabağ torpaqları azad olunmalı, şəhidlərimizin qanı yerdə qalmamalıydı. Bu mənəvi borc həm gələcəyimizə, həm tariximizə, həm də şəhidlərimiz üçün böyük bir məsuliyyət idi. 2020-ci ildə başlanan vətən müharibəsi bu mənəvi borcun ödənilməsinin ilk addımları oldu. Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və uzaq yönəl siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Şuşanın azadlığı ilə xalqımızın kimliyi və qüruru yenidən yüksəldi. Bu yalnız bir qələbə deyil, həm də 30 illik həsrətin uğurla başa çatması demək idi. Bu 44 gün ərzində xalqımız və ordumuz bir dəmir yumruq altında birləşdi. Bugün şəhidlərimizin ruhu rahatdır. Çünki uğrunda can qurban etdiyi torpaqlar artıq azaddır. Qazilərimizin mübarizəsi, analarımızın duaları və gənc nəsillərimizin vətənə olan sevgisi bu qələbənin əsas dayaqları oldu. Bu zəfər bir daha sübut etdi ki, Azərbaycan ordusunun əyilməz ruhu olduğu müddətcə bütün çətinliklərin öhdəsindən gələ bilər. Bu zəfər həm də gələcək nəsillərə bir örnəkdir. Torpaq uğrunda ölən varsa vətəndir. İndi isə Pərviz Məmmədov haqqında qısa bir məlumat vermək istəyirəm. Pərviz Məmmədov 1989-cu il avqustun 9-da Bakı şəhərində anadan olub. 1995-2006-cı illərdə Qaradağ rayonu Qurban Abbasov adlı 288 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi məktəbdə ali təhsilini bitirib. Ailəli idi, bir oğlu yadigar qalıb. Azərbaycan ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Ermənistan işğal altında olan ərazilərin uğrunda gedən döyüşlərdə, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Pərviz Məmmədov sentyabrın 30-u qəhrəmancasına Xocaland uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olmaq bir ömrü millətə hədiyyə etməkdir. Bu müqəddəs yolun ilk addımlarını isə hər bir uşaq məktəbdə atır, müəlliminin yanında.
İndi isə sizə təqdim edəcəyim şəxs Şəhid Pərviz Məmmədovun məktəb illərində ona dərs deyən, onu tanıyan, onu formalaşdırmasında iz qoyan bir müəllimdir. O sinif otağında Pərvizin bildiyini artırdı, amma bilmirdi ki, bir gün onun ürəyindəki vətən sevgisi onu şəhidlik zirvəsinə aparacaq. Qürurla səhnəyə dəvət edilir. Bugünkü tədbir iştirakçılarının hamısının Pərvizin müəllimi kimi salamlayıram. Bugün mənim üçün həm ağırdır, həm sevindirir Pərviz haqqında danışmaq. Ağırdır ona görə ki, Pərvizi tez itirdik. Qürur hissi ona görə duyuram ki, bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir. Pərvizin adını hamımız iftixarla çəkirik. Azərbaycanın milli dəyərləri var. O dəyərlərdən çoxunu saya bilərəm. Vətənpərvərlik, qürur, mərdlik, saflıq, şəffaflıq, təmizlik, xeyirxahlıq. Pərviz vətənpərvər oğludur. Vətənpərvərlik, mənəvi dəyərlərimiz ailədən başlayır, sonra təhsil ocaqlarında, ictimaiyyətdə formalaşır. Təhsil Pərvizi formalaşdırdı. Pərviz vətənpərvər də olmuşdur. Pərviz mənim sinifimdə, birinci sinifdə oxuduğu kartanı hələ biz sinifimizdə saxlayırıq. Nurəddin qardaş burada iştirak edir, onun şahididir ki, biz tez-tez ailə ilə yaxından tanış oluruq, gedirik, xatirələri, Pərvizlərə qədər xatirələri yada salırıq. Pərvizin adı bizim ibtidai sinifdə Pərviz Məmmədov adına ikinci sinifdən adı verildi, adını daşıyır və həmin sinifin indi 6-cı sinifdə təhsil alır. Pərviz çox vətənpərvər oğludur. Pərvizlə bağlı sizə bir xatirəni danışmaq istəyirəm. Onun yeganə övladı Tuncay məktəb vaxtı çatır, məktəbə gəlib Şəfaqət müəllimi gəziblər ki, Şəfaqət müəllim sinifində birinci sinifə yazdırsınlar. Çox təəssüf, indi də təəssüf edirəm ki, həmin gün mən məktəbdə olmamışam. Məktəb rəhbərliyi, direktor çox təkid edib ki, bizdə məktəb böyükdür, hər sinifdən 10 dənə var məktəbimizdə, paralel siniflərdən. Şəfaqət müəllim bu il sinif götürmür, başqa müəllimlər sinif götürür. Qoyaq onun sinifinə, Pərviz deyib, yox, onda aparım şəhərdə, Tuncayı məktəb, liseyə məktəbə qoyacaq. Və onun həyat yoldaşı xanımı Pərvizin üç mərasimində məni görməmişdi, yaxınlaşdı mənə, dedi ki, Şəfaqət müəllim sizsiniz, dedim, bəli. Dedi ki, siz bilirsiniz ki, müəllim adını mənə sevdirən Pərviz olur. Pərvizə, məktəbə, müəllimə, təhsil ocağına nə qədər tərbiyə formalaşmışdır. Deyir, o mənə dedi ki, mən Tuncayı örgədəndə, sən Şəfaqət müəllim kimi örgətmirsən. Durun, o tərəfə özüm örgədəcəm. Şəfaqət müəllim tamam başqa cür örgədir uşağı. O, həmin yas mərasimini qoydu, bir kənara gəlincə mənim Pərvizlə mənim münasibətimdən, müəllim münasibətimdən, şagird münasibətimdən danışdı. Pərviz elə öz ağlı ilə, zəkası ilə, təhsili ilə sinif yoldaşlarından çox fərqlənirdi. Bugün burada Pərviz Məmmədovun adını məktəbinizə verirsiniz. Bu işdə əməyi olan məktəb rəhbərliyinə, məktəb kollektivinə, məktəbin direktorinə, Zülfə xanım, sizə mən axtarıb tapdığınız üçün təşəkkür edirəm. Uşaqlar, siz xoşbəxt uşaqlarsınız. Xoşbəxt uşaqlarsınız ki, o mənada ki, bu cür oğlun adını daşıyan bir məktəbdə oxuyacaqsınız. Pərviz ölməyibdir, Pərviz yaşayır. Mən bugün üzümü onun valideynlərinə, Nurəddin qardaş buradadır, üzümü ona tutub, elə həm anasına, həm də Pərviz qardaşa deyirəm, Ələddin qardaşa deyirəm. Şəhidlik ən uca zirvədir inan. Bunu təsdiq edir müqəddəs Quran. Mənəm o əl çatmaz zirvədə duran, cənnəti bəxş edib Rəbbin quluna, fəxr elə mənimlə, ağlama ana. Bəli, Pərviz nəinki Zemrə xanımın, Nurəddin qardaşının övladlarıdır. Pərvizi bu məktəbə gələndə, o məktəbin qarşısında oxuyanda ki, Pərviz Məmmədov adına məktəb gör nə qədər dillərdə yaşayacaq. Gör nə qədər ünvanlar bu məktəbi gəzəcək. Hamınıza bu təhsil ocağında uğurlar arzulayıram. Arzu edirəm ki, Pərvizin davamçısı bu məktəbdə çox olsun. Hər gün ona adı səslənəndə Pərviz yaşayacaq, Pərviz ölmüyor. Şəhidlər ümumiyyətlə ölmür.
Sizə bu təhsildə uğurlar arzulayıram, əziz balalar. Hər biriniz böyüyüb, Pərviz kimi qoçaq, zirək, vətənpərvər, xeyirxah, sağ, təmiz övladlar olasınız. Hamınıza uğurlarda, təhsillərinizə uğurlar arzulayıram. Və şəhidlərə, Pərviz timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhu şad, yeri cənnət olsun. Çox sağ olun, Müraddin qardaş, belə oğul tərbiyə eləmişsən. Pərviz Məmmədovun adına bizim qəsəbəmizdə Pərviz bulağı var. Biz sinifimizlə tez-tez oraya gedirik. Yəni, bizim orada xatirə şəkillərimiz var. Vaxt az olduğuna görə mən istəyirdim məktəbə məndən inşallah təqdim edərəm. Pərvizlə bağlı bir sinif müəllimi kimi albom təqdim edəyəm. Belə bu məktəbə gələndə, Pərvizi yad edəndə o albomu vərəqləyib, Pərvizi də o cür yad eləsinlər. Sağ olun, çox sağ olun, məni sinif müəllimi kimi tədbirə dəvət elədiyiniz üçün. Mən burada Pərvizin döyüş səhnələrini yazmışdım, keçdiyi. Amma onun burada döyüş yoldaşı var. Hər halda məndən yaxşı, o qanlı, qadalı günləri məndən yaxşı çatdırar. Ona görə də vaxtınızı çox almıram. Sağ olun. Müharibə, səngər, silah, döyüş. Amma döyüş meydanında da bir oğlun ürəyi, evini, anasını, ailəsini arzulayırdı. İndi isə şəhid Pərviz Məmmədovun Zəfərdən ailəsinə etdiyi son telefon zəngi səhnələşdirilmiş təqdimatına Aytaz və Avasiya ilə dinləyir. Salam, necəsən? Şükür, yaxşıyam. Sən necəsən? Yaxşıyam. Balaca necədir? Neynirsən? Yaxşıyıq, yolumu gözləyirik. Orada sakitçilikdə Pərviz. Yaxşı oldu, şükür. Nə qədər pulunuz var? Bilirsən ki, hazırlıq keçirəm. 600 manatım var, narahat olma. Başa düşmə, pulsuzu görəm. Nə deyirəm, mənə diqqətlə qulaq as. Tovuzdakı evimiz var, onu qəti şəkildə satma, o sən gələcəkdə çörək pulun olacaq. Bir də sən vəzifən üzrə davam eləməlisən, bax, qulaq davam elə. Onlar bizim bircə xəyallarımızdır. Pərviz, xahiş edirəm, Tuncayın gözünü yolda qoyma. Əsas Tuncaydı, onu oxutmalısan, yanında güzün yan, onun həvəsdən düşməsinə imkan vermə. Onu qoyma velosipedi bərçürsün, yıxılmasın, o səndən olmayanda arqa dayanılacaq. Özünüzdən müğayət olun. Salamatçılıqdır. Nəsə olub? Alo, Pərviz, eşidirsən məni? Vətən şeirini səsləndirmək üçün Abdülcəmil, Orxan, Nuray və Zəhran dəvət edir. Bağışla anacan, bağışla məni. Bu bayram təbrikə gələ bilmədi. Silib göz yaşını öpüb əlini, sənə hədiyyəni verə bilmədi. Bacım deyirmi ki, mənim qardaşım dünyanın ən böyük hədiyyəsiymiş. Deyirmi ömrümə qənim qardaşım, bir quru nəfəsini mənə bəsin. Bilirəm, deyirsən hədiyyə nədir? Açaydım qapını, girəydim oğlum. Dünyanı versələr istəmərəmlər, bir kəlmə təbriklər deyək. Qürurla cəmiyyət içində dayan, ey şəhid anası. Ağlama nə olar? Boş yerə deyilmir bu kəlmələr, qəhrəman analar, qəhrəman doğar. Məktəbimizin məzunu olan, beynəlxalq yarışlarda məktəbimizi dəfələrlə layiqincə təmsil edən və peşəkar tarzan olan Fatih Eşqəli səhnəyə ifasını səsləndirmək üçün dəvət edirik.
şəhadət şərbəti içən şəhidi. Borcudur ki, yad etsin gəlib gedənlər, vətən üçün canından keçən şəhidi. Quranda aya var, Allah sözüdür. Şəhidlər ölməyib, sağdır deyirlər. Bunu ispat etmək haqqın sözdür. Allahın yanında ruzi edirlər. Siz vətən yolunda can qurban etdiniz. Canımız sizlərin qurbanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Dost da gündə tanılar. Bəli, düzgün deyib atalar. Şəhidimizin dostu və yoldaşları ilə keçirdiyi qısa bir anı canlandırmaq üçün şəhidlərimizi səhnəyə dəvət edir. Zamiqlik gətirdiyi qayda, bəlkə sonu mənfi olur. Komanda olar, mən gidim onunla danışıram. Alo, salam oğlum, necəsən? Salam. Allahsan. Çox sağ ol, ata. Oğlum, Allah səni qorusun. Yemək yeyirsənmi? Yatmağa şəraitiniz var? Narahat olmana, biz vətəni qoruyuq. Bura bizim yerimizdir. Ana torpağını qorumalıyıq. Səninlə fəxr edirəm. Hamı səndən danışır. Qonşular deyir ki, hətta oğlun çox qəhrəmandır. Ana, əgər dönməsən, de ki, oğlum vətənə qurban getdi. Ana, biz təlimdəyik, getməliyik. Alo, oğlum eşidirsən? Əsgərlər durun, getməliyik, müharibə bizi gözləyir. Vətən bizi gözləyir, getməliyik, zami qamal atılıb ehtiyatlı ol. Ağlama ey anam, ağlama. Qəm yaşı yaraşmır, quyruqda gözəl. Ağlama, ağlama, ay dəstə oğlum. Zəfəri hərbiyə göndərir bizə. Sizləri salamlayıram. Allah şəhidimizin ruhunu şad eləsin, cəmi şəhidlərimizin ruhunu şad eləsin. Şəhid anaları, ataları və cəm valideynlərinin qarşısında baş əyirəm və onlara dərs keçən müəllimlərin qarşısında baş əyirəm. Beləcə də bizlər bilirik ki, müəllimlərə böyük hörmət bəsləmək lazımdır, rəğbət göstərmək lazımdır. Və ilk növbədə yenə də burada əyləşən şagirdləri salamlayıram və bura gələn qazi qardaşları, veteranları. Allah şəhidlərimizin ruhlarını şad eləsin, qazilərimizə şifa versin, şəhid azilərinə, yaxınlarına, əzizlərinə və eləsin var körpə balalarının gözü yolda qalıb, onlara səbir versin inşallah. Və mən həmişə bu sözü şüar olaraq səsləndirirəm və yorumlarda da yazıram. Şəhidlərimizin axan qanına və qazilərimizin yaralı canına canım qurban olsun. İnşallah təqdim olundur mən Nizami Eşkin və Eşkin Vəliyev. Tanıyan tanıyır, tanımayan da inşallah Allahın izni ilə tanıyacaq. İlk növbədə sözü verək Eşkin balamıza, oğlum Eşkinə. Cennet
düşen semte biter Azeri baytar elədir Canım təkcə fəda etməlisən torpağa Səndə bağlı bütünü mühləri qurban elədin Səndə bağlı bütünü mühləri qurban elədin Ananın başınıca döndü məqam ilə qohum Amma həsrətlə yanan bağrını da qan elədin Amma həsrətlə yanan bağrını da qan elədin Şəhid bizə qalış torpağı ki qan elədin Qan düşən səndə bütün Azəri baytar elədin Şəhid bizə qalış torpağı ki qan elədin Qan düşən səndə bütün Azəri baytar elədin Yaşadın mehrül məhəbbətiləri Məmməd ağa Mərdi mərdanərini millətəri san elədin Mərdi mərdanərini millətəri san elədin Buraya qəfli məqamına şəhid Məmməd ağa Göydə huriləri qılmanları heyran elədin Göydə huriləri qılmanları heyran elədin Şəhid bizə qalış torpağı ki qan elədin Qan düşən səndə bütün Azəri baytar elədin Şəhid bizə qalış torpağı ki qan elədin Qan düşən səndə bütün Azəri baytar elədin Uşaqların Xudayar təhsilini səsləndirməsi üçün məktəbimizin musiqi müəllimi Nalə müəlliməni və 8-ci sinif şagirdlərini dəvət edirik.
Şeir kompozisiyasını gəlin Tuncay, İbrahim, Zemfira, Firudin, Nəzrin, Asiman və Arif dəvət edərək onların dilindən dinləyəcək. Mənə oğul bil vətən, sənə aman bilirəm. Mənə oğul bil vətən, sənə atan bilirəm. Bir qarış torpağım üçün qarış-qarış ölürəm. Ölürəm ki, deyəsəm, oğul uzun olsun. Ölürəm ki, desinlər, tək vətən sağ olsun. Məzarlar qazıldı saysız hesabsız. Dağ boyda igidlər bayraq uğrunda. Bu millət yolunda, vətən yolunda. Torpağa getdilər, torpaq uğrunda. Şəhidlik ən böyük zirvədir onsuz. Şəhidlik əbədi yaşam deməkdir. Xalqın hər şeydir bu millət üçün. Ən əziz, ən böyük adam deməkdir. Dik saxla başını şəhid bacısı, şəhidlər ölməyib, yaşayır yenə. Bir qardaş itirdin, 100 qardaş tapdın. Bütün qeyrətlilər qardaşdır sənə. Şəhidlər ölmür ki, qəlbdə yaşayır. Ruhuna hörmətlə, oğluna üskür. Ey şəhid anası, ağlama nə olar. Sil göz yaşlarını, başın dik tut. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edir oğlunla ana. Vətən üçün canından keçən şəhidlər torpağı bəxş edir Azərbaycana. Hər zaman şəhid və qazi ailələrinin yanında olan, onlara maddi mənəvi dəstək olan müğənnimiz Rövşən Binəqədini səhnəyə dəvət edirik. Şəhid şeirini səsləndirmək üçün Aytad, Zəhra və Romanı səhnəyə dəvət edirik. Sinəsini düşmənə sipər edənlər, qorxmadığı ömrünü itirəcəkdir. Vətən öz uğruna şəhid gedəni, yerindən 1000 oğul bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxuyar. Bizə köçənlərdən qalan rəsimlər, ürəyi sızladan nəğmə oxuyar. Vətəni sevirəm deyən çox olar, deməyə nə var ki, dil yorulmasa. Vətən də bizim tək, ölər, yox olar, vətən yolunda ölən olmasa. Yaxınlıq an qədər uzaqlıqlara, uzaqlar bizlərə əl eyləyirlər. Biz məzar üstünü çiçəkledirik, ruhlar da göydən gül ələyirlər. Səbrinə şahidəm, oğul doğması, bizim də yolumuz ölümdən keçir. Həyat insanlara film səhnəsi, şəhidlik ən gözəl bölümdən keçir. Bugün qonaqlarımızın arasında olan vətənə sevgisi ilə Nurlan Ordubaxını səhnəyə dəvət edirik. Allah hoş gördük her birinizi. Allah sizlere olsun. Allah kavgamızı korusun. Allah şehitlerimizin ruhunu şad eylesin. Başımız her zaman olsun. Her zaman yaşa Azerbaycan diye yaşasın Azerbaycan. Allah korusun. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, Vətən müharibəsində ölkəmizin bütövlüyü uğrunda minlərlə qəhrəman oğullarımız öldü. Onlardan biri də qəhrəmancasına döyüşdü. Onlardan biri də məktəbimizin direktoru Ruslan Amamaliyev olmuşdur. O müəllim adını yalnız sinif otağında deyil, döyüş meydanında da uca tutdu. Vətən çağıranda söz yox, əməllə cavab verdi. Bugün biz onun timsalında bir vətənpərvərliyin, məsuliyyətin və fədakarlığın bariz nümunəsini görürük. Qəhrəman direktorumuz Ruslan Ağamaliyevi səhnəyə dəvət edirik. Hörmətli tədbir iştirakçıları, sizi bu kiçik zalımızda qarşılamaqdan çox böyük şərəf hissi keçirdik. Məhdud texniki vasitələrə baxmayaraq çalışdıq ki, əziz şəhidimizin ruhuna layiq şəkildə bu tədbiri təşkil edək və hörmətli şəhid valideynləri çox sağ olun ki, təşrif buyurdunuz. Şəhidimizin yaxın dostu, islah yoldaşı, qonaqlarımız, hər birinizə təşəkkür edirik ki, bu tədbirimizə təşrif buyurmuşsunuz.
Mənə bu Qarabağ müharibəsi haqqında danışmaq bir tərəfdən həm asandır, həm də çətindir. Asan ona görədir ki, birbaşa özüm də şəxsən bu döyüşlərin zabit kimi iştirakçı olmuşam. Burada indi sənələşdirdikləri kimi demək olar ki, eyni bir hadisə baş verdi. Bizi toplanış məqsədi ilə Azərbaycandakı hərbi hissələrin birində çağırmışlar və sentyabrın 27-si gecə ilə təcili həyəcan siqnalı ilə maşınları yığışdı və birbaşa döyüş bölgəsinə yollandı. Və döyüş bölgəsində də yenə də bax, biz də Füzuli istiqamətində təxminən olduq və bir neçə istiqamətdə orada düşmənin zəif nöqtəsini axtarmaqla məşğul idik. Yəni Füzulidən, Ağcabəddən, hətta Ağdam istiqamətindən də imkan variantlar yoxlayırlar ki, haradan düşmən cəbhəsini yara bilərik. Və burada tədbirin əvvəlində səsləndirildiyi kimi əvvəl Füzuli istiqamətindən, sonra Xocavənd, Ağcabədi istiqamətindən düşmənin cəbhəsini bizim əziz şəhid qardaşımızın iştirak elədiyi hissələr yarıb keçdilər və bizim də bəlkə də burada sağ qalmağımızın bir nətər deyim, baiskarı onlardır ki, düşmənin ön cəbhəsini, o məşhur Ohanyan cəbhəsi var idi, ermənilərin belə fəxrlə həmişə təbliğ elədikləri bir cəbhə idi ki, adın qoymuşlar keçilməz bir cəbhə, amma Azərbaycanın qəhrəman oğlanları həmin cəbhəni bir neçə gün ərzində yarıb keçdilər. Və ondan sonra bizim əskərlərimiz, bizim o qəhrəman əskərlərimiz, düzdür, bu müasir döyüşdə, müasir müharibədə indi özü də şahidsiniz. Hər bir texnikadır, müəyyən o texniki vasitələrdir, dronlar da hamısı rol oynayır. Amma düşmənin səngərinə gedən, o sinəsi güllə qabağına verən kimdir? İnsandır, zabitdir, əskərdir və bu baxımından da erməni ordusu heç vaxt Azərbaycan əskərinin qabağında dayana bilməzdir. Çünki biz bu neçə illərdə ki, bu məcburi şəkildə müharibəyə cəlb olunmuşdur. Bizdə bütün cəmiyyət, bütün bizim rəhbərlik, bütün fəaliyyətin nə üzərində qurmuşdur? Bu torpaqlarımızı mənfur düşməndən azad eləmək üzərində qurmuşdur. Və Cənab Prezidentin də səsləndirdiyi kimi, bizim bu torpaqlarımızın 30 il işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsində 3 əsas faktor mühüm rol oynandı. Burada xalq, ordu və komandanlıq, yəni baş komandanın birgə fəaliyyəti oldu. Bu 3 ünsürdən hansısa biri olmasaydı və yaxud hansısa birində müəyyən axsamalar olsaydı, biz o torpağı azad edə bilməzdik. İstər xalqın bizə verdiyi dəstək. Məsəl üçün, biz indi cəbhəyə gedildikdə maşınlardaydıq. İnsanların bizi necə qarşılaması, necə yola salması, nə bilim, kimin nə ilə bazarırlar, biri su atırdı, biri nə bilim, sigaret verirdi əskərlərə, biri nə ilənsə, yəni ən balaca bir vasitə ilə istəyirdi ki, insanlarla bir yerdə olduğunu, bizlə bir yerdə olduğunu bildirsin. Və təbii ki, burada möhtərəm cənab Ali Başkomandanın misilsiz fəaliyyəti də çox böyük önəm daşır torpaqların azad edilməsində. Birinci Qarabağ müharibəsində biz cəlb olmuşduq müharibəyə. 30 min şəhid verdik. 30 min şəhid verdik. Yəni bu rəqəmlərə mən deyilən bir dənə fikir verir 30 min şəhid. Amma nə elədi? Bir qarış da torpaq əldə edə bilmədi. Düşməndən azad edə bilmədi. Əksinə 20% torpaqlarımızı itirdi. Amma məhz bu 2020-ci il 44 gün müharibə ərzində, 44 gün müharibə ərzində Azərbaycan öz torpaqlarını düşməndən azad elədi. Və demək olar ki, Azərbaycanın üzərində olan bu ləkəni bizim bu igid oğlanlarımızın sayəsində, bizim qəhrəman əskərlərimizin sayəsində bu ləkəni üzərimizdən təmizlədi ki, Azərbaycan demək olar ki, istər xaricdə, istərsə Azərbaycan kişisi bir növ gəzə bilmirdi heç də. Yəni, nətər bu adı kişi adını özümüzə, əskər adını özümüzə nətər yanaşlardır ki, hər yerdə deyirlər ki, məsəl üçün, əslində 20% torpağımız işğal altındadır. Siz niyə bir fəaliyyət göstərmirsiniz? Siz niyə bir iş görmürsünüz? Axı, biz bunlara izah edirik, düzdür ki, ermənilər onu bizdən, onu torpağımız ermənilərdən almıyor. Onu Rusiyanın dəstəyi ilə alıb, onu xaricdə erməni lobbisinin dəstəyi ilə alıblar. Ermənilər bizdən üz-üzə gəlməyiblər, onlar qorxaq millətdir. Biz ermənilərin içində mən yaşamış insanam. Mən bilirəm ki, onlar qorxaq millətdir. Onlar günlük onlarda belə sıxla sonra çaqqal təfəkkürü var. Yəni, 5-6-sı yığışanda onu da cumurlar. Burada səsləndir, şir kimi oğlanlarımızın qabağında heç vaxt durmurlar, qaçırlar həmişə. Və bu müharibə də sübut elədi ki, təkbətək qalanda kim qalib gəldi, biz qalib gəldi.
Və mən burada çox danışım vaxtınızı almaq istəmirəm. Yenə də biz şəhid valideynlərin qarşısında baş əyirəm, onun müəlliminin qarşısında biz baş əyirik. Yəni, mənə həmişə deyəndə ki, Avropa təhsili, mən deyirəm ki, ən yaxşı təhsil Azərbaycandır. Avropa uzaqdakı insana savad verə bilər. Avropalı, siz görmüşsünüz ki, Avropa təhsili öz canından keçən bir vətəndaş yetişdirsin, bir insan yetişdirsin. Belə insanları, bax, belə vətənpərvər insanları ancaq Azərbaycan müəllimi yetişdirər, Azərbaycan anası yetişdirər. Yəni, bir baxın da, baxın, hansı Alman, Fransız və yaxud İtalyan, hansı bir vətən uğrunda vuruşmağa hazırdır bu saat? İndi tutaq ki, mən siyasətə qarışmaq istəmirəm. Sabah Rus ordusu Ukrayna cəbhəsini yarardı. Hansı Avropa ordusu orada əskərini göndərdi? Heç biri. Kesinlikle de göndərməzsə. Buna görə də mən anamıza təşəkkür edirəm, valideynlərimizə təşəkkür edirəm. Mən özüm də bu, yenə deyirəm, bu döyüşdə şəxsən iştirak eləmişəm. Mənim qrup yoldaşlarım da müharibədə qolunu itirən var, güllə yarası alan var, öz qohumlarımın içərisində şəhid olan var, bibim nəvəsi. Bibim oğlunun hardasa indi də bədənində qəlpə gəzir və o necə ağrılar hiss edir, bunu həmişə biz hiss edirik, görürük. Bir də var ki, bizim övladını itirən bizim şəhid valideynləri var. Hər gün, hər an bu ağrını hiss edirsiniz və yeganə təsəllimiz də bizim nə olacaq? Torpağımız azad olur. Yəni, torpağımız düşmən işğalında deyil artıq. Azərbaycan azaddır və Azərbaycan, mən deyərdim ki, son 200 il ərzində Azərbaycan malik olmadığı bir qüdrətə sahibdir. Azərbaycan demək olar ki, mən tarixçiyəm deyirəm burada, Azərbaycan demək olar ki, 1828-dən bəri bəlkə də bir qarış torpaq azad eləməmişdik, biz indi azad elədik. Yəni, biz öz ərazi bütövlüyümüzü bərpa elədik. Ondan sonra da 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində o erməni töküntüləri var idi burada. Onlardan da bir dəfəli Qarabağımızı təmizlədik. Qarabağ tam Azərbaycanın türklərin yaşadığı bir ərazilərdir. Mən çox danışıb vaxtınızı almaq istəmirəm və bugün tədbirin təşkil edilməsində mühüm rol oynayan insanlara müəyyən qədər kiçik də olsa bir təşəkkürnamə təqdim eləmək istəyirəm. Biz şəhidimizin atası Əvəddin Məmmədovu dəvət edirəm. Çox sağ olun ki, bugünkü tədbirimizdə iştirak ediniz. Zamin Əsədov bizim şəhidimizin silah yoldaşı. Ülker Məmmədova dəstək edilmiş. Zülfiyyə xanım Əlov. Çox dəstək göstərdi, çox sağ olun. Əvvəlcədən çox sağ olun bildirirəm. Təşəkkür edirəm İslam müəllimi sizlərə ki, bizim şagirdlərə, necə vətənpərvər yetişdirdiyimiz şagirdlərə belə bir şərait yaratdınız. Çünki sizin yanınıza gəldiyimiz zaman dedik ki, Pərviz Məmmədova bir tədbir ərsəyə gətirmək istəyirik. Heç tərəddüd belə etmədən, bəli, sizindir. Gəlin, yerləşdirin uşaqlarınızı, çıxışınızı, hər bir şeyinizi eləyin, səhnələşdirin. Təşəkkür edirəm buraya daxil olan, buraya gələn hər kəsə çox sağ olun, minnətlərimi bildirirəm. Narkotik və Mübarizə Federasiyasının rəhbəri Orxan Şahbazov, sizi çox sağ olun, bildirirəm ki, siz də gəldiniz. Şəhid Əkbərin Qaziyini, çox sağ olun. Müəlliməmiz Şəfaqət müəllimə, siz şəhid əfəqəsini çox sağ olun, Zamin çox sağ olun. Minnətlərəm, Allah sizləri qorusun, Allah sizlərdən razı olsun. Şəhidlik ən uca zirvədir, bəli, İslam dövründə şəhidlik ən uca zirvələrdən biridir. Ki, hər kəs də o uca zirvəyə nail ola bilməz, nəsib ola bilməz. Çünki şəhidlik elə zirvədir ki, öz qanı uğrunda, canı uğrunda, vətəni, milləti, bayrağı, torpağı uğrunda heç özünü düşünmədən, gözünü belə qırpmadan canını verənlərdir şəhidlər. 44 illik müharibədə hər zaman şəhid və qazi alilərin yanında olmuşam. Və onların sadəcə ikisinin həyat hekayələrindən qısa bir səhnəcik formasına deyilmiş epizod bilinmək istəyirəm. Ki, məsəl üçün, bir şəhid fikirləşin, şəhid atası fikirləşin, gözünün ağı qarası bir şəhid atasıydı. Yəni, bir evladıdır. Onun heç kimi yoxdur, nə arxası, nə dayağı, kimsəsi yox idi. O şəhid atası ki, 50 qəpiyə çayınki
bir çaylıqda 50 qəpiyə çay satırdı və evladını yetişdirdi, böyütdü, boya başa çatdırdı. Və evladı hər zaman deyirdi ki, mən uşaqlıqdan deyərdi ki, mən şəhid olacam. Mən şəhid olacam. Ata da deyirdi ki, atası mənim gözümün ağı qarasında bir evladım var, ola bilməz, xeyr, istəmirdi ata. Amma elə bir zaman gəldi çıxdı ki, oğlan hərbi məktəbinə, öz biliyinə qəbul oldu və müharibədə, bu 44 günlük müharibədə şəhid oldu. Xüsusi təyinatlı qüvvələrdəydi. Ata təbii ki, qürurla, fəxrlə öz oğlunun tabutundan yaxınlaşdığı zaman bir də söz dedi. Sən şəhid olacağını bilirdin, amma mən qoymalıyım. Demək ki, bu sənin ən böyük istəyin idi, ən böyük arzun idi və sən o arzuna çatdın. O şəhid atası qürurla, fəxrlə, öz gözyaşlarını silərək vətən sağ olsun dedi. Həmin anadan o şəhidin anasını soruşsa necə oldu? Təəssüflər olsun ki, o ana hal-hazırda yenə də üstündən vaxt keçməyinə baxmayaraq ruhi xəstə müalicə alır. Allah hər birinə kömək olsun, Allah hər birinizə dəstək olsun. Deyirəm ki, belə bir evladlar yetişdirən anaların qarşısında baş əyirəm. Ki, yaxşı ki, varsınız. Çox sağ olun. Ülker müəllim, sizə çox sağ olun bildirirəm. Aytən müəllimə sizə çox sağ olun bildirirəm ki, bizlərə bu işlərdə dəstək oldunuz. Təşəkkür edirəm, çox sağ olun. Mən əvvəla bütün tədbir iştirakçılarını salamlayıram. İlk növbədə şəhidimizin valideynləri buradadır. Onların qarşısında baş əyirəm. Qazilərimizə Allahdan can sağlığı, şəfa diləyirəm. Mən bir nüansa toxunmaq istəyirəm. Yəni, xahiş edirəm, tələbələr mənə diqqətlə qulaq assın ki, bu sizin gələcək həyatınızda hər birimizə ayrı-ayrılıqda lazım olacaq. Bugün şəhidlərimizdən biz qürurla niyə danışırıq? Biz 44 günə 30 il işğalda azad 30 il işğalda qalan torpaqlarımızı azad eləmədik. Eyni zamanda 44 günlə bizim şəhidlərimizin və bu günləri qazi qardaşlarımızın qəhrəmanlıqları ilə biz dünya səlnaməsinə qızıl hərflərlə elə bir tarix həkk eləmişik ki, o tarix illər keçsə də bizim gələcək nəsillərimizə, övladlarımıza, övladların övladlarına bu şəkildə davam edəcək və bütün dünya hətta indi hal-hazırda da belə bizdən danışırlar. Çünki 44 gün ərzində o boyda səddi yarıb keçmək bunun özü həqiqətən böyük bir igidlikdir, böyük bir qəhrəmanlıqdır. Və bu qəhrəmanlığı yazan şəhidlərimizin bu məqama, bilirik də, şəhidlik hər kəsə nəsib olmur. Şəhidlik çox ali bir məqamdır. Və bu ali məqama yetmək üçün ilk növbədə tələb olunan, burada vasitəçi olan 3 ünsür var ki, 3 amil var. Birincisi insanın kimliyidir, ikincisi valideynlər, ailəmizdir, üçüncüsü mənə görə ailəmizdən də üstün bizim həyatımızda, formalaşmağımızda məktəb və müəllimlərdir. Bugün biz məktəbdə, mənim özüm tələbə olmuşam, mənim özüm indi də hər ay, 2 aydan bir, 3 aydan bir mən məktəbin yanından keçəndə girirəm, boş sinifdə otururam, baxıram o ötən illəri yad edirəm. Nə qədər böyüsəm də, nə qədər uğurlarım olsa da, nələr əldə eləsəm də, yenə də deyirəm ki, kəş ki tələbə olaydım, kəş ki o çağlar olaydı. Kəş qayda biləydim o illərimə. Nə qədər ki, bu illər əlimizə fürsət düşüb, bu illərdən səmərəli şəkildə istifadə edin. Həqiqətən də sağlam düşüncə bir şəhidin o məqama çatmaq üçün ilk növbədə dediyimiz kimlik, insanın, hər şəxsin bir kimliyi var. Və o kimlik sağlam mənəviyyat, sağlam düşüncə ilə formalaşır. Və sağlam mənəviyyatı, sağlam düşüncəni bizə bəxş eləyən müəllimlərimizdir, məktəbdir. Mən bu günləri bütün müəllimlərin, başda bizim şəhidimizin müəllimi olmaqla bütün müəllimlərin qarşısında baş əyirəm. Yaxşı ki, varsınız. Həqiqətən sizin dəyəriniz heç nə ilə ölçüləsi deyil.
Yəni, nə qədər danışsaq da, nələr eləsək də, bu günləri bizim bu həddə gəlib çatmağımızda istər şəhidlərimizin, istər qazilərimizin, istər fərd olaraq bizlərin böyük rolu oynayan müəllimlərdir. Müəllim həyatı həqiqətən də keşməkeşli bir həyatdır. Müəllim anadan da çox əsəbləşir, müəllim anadan da çox həyəcan yaşayır. Ana bir uşaq üçün həyəcan yaşayanda, müəllim 30, say var 40-50 uşaq üçün həyəcan yaşayır. Bu, oradakı hər bir körpü ona doğmadır, əzizdir. Çünki onu ona əmanət edirlər. Və əmanətə də xəyanət olmaz. Yəni, mən bu günləri tələbələrimizə bir sözü demək istəyirəm ki, ziyanlı hər bir şey, nələr ki sizin mənəviyyatınıza, kimliyinizə, zərərdirsə, ziyandırsa, onlardan uzaq durun, qaçın. Çünki insan ziyanla heç bir xoşbəxtlik əldə eləmir. Nə qədər ki varıq, nə qədər ki bu ölkənin vətəndaşıyıq, nə qədər ki sağlam gələcəyimiz var, gəlin o gələcəyimizi qoruyaq və o gələcəyimizin formalaşmasında bilavasitə böyük rolu olan müəllimlərimizin hər zaman sözünə qulaq asaq və onları eşidək ki, biz də gələcəyinə lazımı istədiyimiz arzularımıza çataq. Çünki yenə də deyirəm, bizim arzular, hər bir insanın arzusu var, gələcəkdə böyüyüb nəsə olur, kimsə olursan və ya hansısa peşən. O arzuya gedən körpü məktəb həyatıdır. O məktəb həyatı, o körpü nə qədər sağlam olsa, bir o qədər çox rahat gedib çatacaqsınız. Və bir daha şəhidimizin valideynlərinin qarşısında baş yayıram, qazilərimizə Allahdan şəfa deyirəm. Bunlara qədər. Sizə də təşəkkür edirəm ki, İzzət Həyat diqqətinə yayındı bizim digər şəhidimizin valideyni. Buyurun, siz də ürək sözlərinizi çatdırınız şagirdlərimizə. Sağ olun ki, məni bura dəvət edəmisiniz. Mən şəhid kapitan Pənahov Əkbərin anası Nayqə ana. Bugünkü günü bizim ürəyimiz doludur, biz anaların. Bizim oğulların əziyyəti, zəhməti 30 illik torpağı işğal altından almasıydı. Bunlar ona hazır idi. Nədən ki biz zabit analarıq, atalarıq, valideynlərik. Bugünkü gün bizim balalarımız dedi burada. Çox gözəl tədbir hazırlanmışdı. Çox razı qaldım bu məktəbdən. Həmişə sizi ucalarda görək balalar, arzularınıza çatasınız. Biz anaların da arzusu budur ki, biz şəhidlərimiz unudulmasın. Deyir, vətən mənə oğul desə nə dərdim? Mağrur olub qayasında bitərdim. Bu ana bu sözü deməlidir, bəli. Mənim balamın təsadüfən şəkili atasının maşınındaydı. Dedim ki, tədbirə gətirirsən. Bilsəydim, şəkil götürərdim. Dedi, şəkil var maşınımda. Özüm Xətai rayonunda yaşayıram, balaları Nizami rayonunda yaşayır. Əkbərimin 2 oğul evladım vətənə əmanət qoydu, getdi. Deyir, mən vətən oğluyam, vətən pərvərəm, vətənim uğrunda döyüşən, igid, zabitəm, əskərindən asıl olmayaraq bunlar döyüşdü. 30 yaşında Əkbər kimi oğullar aldı. Əkbərin 30 yaşı var idi. Həmişə mən tədbirlərdə belə deyirəm, çox həyəcanlıyam, bağışlayım. Çox burada streslə, həyəcanla bugün mən keçirdim. Nədən ki, bizim balalar çox gözəl danışdı, çox gözəl çıxış elədilər. Bizim dərdimiz çox böyükdür. Anaların ürəyi yaralı bir analarıq. Allah sizə kömək olsun ki, belə tədbirləri təşkil edirsiniz. Sağ olun, var olun ki, siz belə tədbirlər, biz tədbirlərdə çox oluruq, bilmirəm biz analar. Sağ olun bala, bizim qazi balalarımızı Allah qorusun, şəhidlərimizin şahidirlər, bizi qoruyanları, vətəni qoruyanları Allah qorusun. Allah pənahında saxlasın. Nə deyə bilərik? Bu bir ana ürəyidir, yaralı bir ürəkdir. Streslə, həyəcanla danışırıq, bağışlayın. Çox belə həyəcan keçirdim burada. Düzə bilmədim. Səsini nədən ki, bizim hərbiz balamızın bilmirdim ki, bu da zabitdir. 89 təvəllüd hərbiz balamızdır, 90 təvəllüd Əkbərdir. Bunlar akademiyayı bir oxuyublar. Mənim də Əkbərim
birinci qrupa vermişdi, Balı Hərbi Akademiya çatdı. Məni bağışlayın, atası da hərbiçi olub, 1-ci Qarabağ müharibəsində döyüşüb, veteran olubdu. Mən nə bilə bilərdim ki, həmin o evdə atasının patinkasını geyinib, atasının papağını qop gəzən bana igid bir oğul olacaq. Bugünkü günü bunların igidliyinlə fəxr edirik. Sağ olun, var olun. Allah razı qalsın, mən də sizdən razı qaldım. Teşekkür ederim. Təşəkkür edirəm sizlərə. Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin.